Deməli, əziz tələbələr, faizə aid məsələlər uşaqlarda çətinlik törətdiyinə görə biz hissələrə bölərək onlara aid olan bütün sualları oxşardır, oxşar deyil, hamısını bir yerə yığaraq arda-arda izah edirik. İndi başlayaq geridən əvvələ. İlk 20'liyi qoymuşdum. 84 nömrəli misalda. 84 nömrəli misalda bizdə X, Y və Z məhsullarının satıldığından söhbət gedir və onların bir paylanma diaqramı var. Hərəsinin sayı nə qədər satılıb. Bura bir 90 işarəsi qoyublar. Bura bir 120 işarəsi qoyublar. Bura bir Y yazıblar. Bura X, bura Z. Dairəvi diaqramı görən tələbə birinci dərk edir ki, bütün hamısı birlikdə bu 360 dərəcə eləməlidir. X-in payına düşüb, o bərabər yazmayaq da 90 dərəcə. Y-in payına düşüb, 90 ilə 120 birlikdə eləyir 210. Hamısı 360 eləməlidir deyənə 150. Z-də də 120. Misalı sadələşdirmək üçün hər 3 ədədi eyni bir ədədə bölərək ixtisar edək. Hamısını bölək 30'a. Nə qaldı burada? 3, 5, 4. 3, 5, 4. Demək, X burada nə qədədir? 3K, Y 5K, Z 4K. Şərtdə deyilir ki, Z məhsulundan X-a nəzərən 6 dənə çox satılıb. Deməli, Z 4K, X-a nəzərən 6 dənə çoxdur. O şərtə görə işləyirik. 4K-nı bura atırıq. K eləyir neçə? 6. K 6 eləyirsə, deməli, bundan 18 dənə satılıb. 5'i 6'ya vururuq. Bundan 30 dənə satılıb. 4'ü 6'ya vururuq. Bundan da 24 dənə satılıb. Hərəsindən neçə satıldığını gördük. Ardınca bizdə ikinci diaqram var. İkinci diaqrama baxırıq ki, X-in istehsal xərci 10 manatdır. Satış qiymətimiz 30'dur. Y üçün istehsal xərci 20 manatdır. Satış 30'dur. Z üçün istehsal xərci 30 manatdır. Satış 40 manatdır. İndi deyirlər ki, bizə bu məhsulların hamısından satmışıqsa, neçə faiz gəlir əldə eləmişik? Birinci xərcimizi hesablayaq. Hər X üçün 10 manat xərc gedir. X neçə dənədir? 18 dənə. 18 vur 10, üstə gəl. Hər Y üçün 20 manat xərc gedir. Y 30 dənədir. 30 vur 20, üstə gəl. 24 dənə də Z var. 24 vur 30. 180, 600, 720. Topladıq. 1500. 1500 manat xərcimiz var. Bu qədər xərcimiz var. Bəs bu 1500 manat xərc çəkib bundan əlavə nə qədər pul qazanmışıq? Bu sual indi bizim ortaya çıxır. Görürəm ki, hər X-i satmaqdan 20 manat qabağa düşürəm. Çünki onu alıb elə bir 30'a satıram. Hər Y-dən 10 manat qabağıq. Hər Z-dən də 10 manat qabaq. Onda 18 dənə X satmışıq, hərəsindən 20 manat qabaq. 30 dənə Y satmışıq, hərəsindən 10 manat qabaq. 24 dənə Z satmışıq, ondan da hərəsindən 10 manat qabaq. Bu eləyir 360, 300, 240. Nəticə? Deməli, nə qədər elədi bu? 900. 900 manat pul gəlib bizə əlavə. 1500'ün elə bir xərcləyəndən sonra həmin o xərci özünü də çıxarıb elə 900 manatda əlavə pulumuz gəlib. İndi soruşurlar ki, nə qədər qazanc əldə eləmişik? Ümumiyyətlə, neçə faiz qazanc əldə eləmişiksə, qazancımızı bölürük ümumi
qoyduğumuz xərcə, investisiyaya. Vururuq 100-ə. Nəticə eləyir 60%. Yəni 60% çox super bir qazanc əldə eləmiş. Yəni nümunə üçün banka qoyduğun pul faizlə sənə gəlir 11%, 12%. Amma bu işdə 60%lıq qazanc olur. Yaxşı. Bu oldu 84. Bu tipli sual açıq suala düşə bilir. Ki tam tələbə neynəsin? Araşdırsın və yaza bilsin. Keçək 83. 24 litr spirtlə dolu qabdan müəyyən miqdarda spirt götürüb qabı su ilə doldurduq. Uşaqlar, 24 litrlik spirtimiz var idi. Buradan X qabı ilə, X tutuma malik qabla spirti götürüb götürdüyümüzün də yerinə nə əlavə edirik? Su. Müəyyən miqdarda spirt götürüb qabı su ilə doldurdular. Yəni götürdüyümüz qədər əlavə elədik. Aydındır ki, burada yenə də 24 litr qaldı. Amma artıq burada spirt qalmayıb, burada məhlul qalıb. Neynəmişik? Götürmüşük. Spirti atmışıq. Yerinə su tökmüşük. Su tökəndə bu spirtin faizini neynəmişəm? Salmışam aşağı. Və ikinci dəfə də bu işi görmüşəm. Götürmüşəm artıq bu dəfə məhluldan. Yenə də üzərinə götürdüyüm qədər nə əlavə eləmişəm? Su. Və nəticədə 64% nə alınıb? Məhlul alınıb. Tələbə başa düşür ki, götürəndə faiz dəyişmir. Yəni, deyək ki, spiritə uyğun araqdır, deyək ki, butulkada araq var. Bunu rumkaya süzürsənsə, burada da araqdır, burada da araq. Amma nə zaman dəyişim ola bilər? O butulkanın içində nə əlavə eləsən? Su. Onun faizini aşağı salacaqsın. İndi də bunu 2 dəfə eləyiblər. Və hər ikisində də eyni qədər su gəliblər. Deməli, eyni qədər su gəliblərsə, hər dəfə bunun faizini eyni qədər azaldıblar. Su gələndə faizini aşağı salırsan. Deməli, sənin 24 litrin var idi. Birinci addımda bunu P faiz qədər azaltdın. Yanınızdadsa, elə də P faiz qədər azaldanda vururlar 1 çıx P böl 100-ə. Və biz bunu bir dəfə eləməmişik. 2 dəfə eləmişik. Yəni, bir dəfə də vururuq 1 çıx P böl 100-ə. Və nəticədə nə alırıq? 24-ün 64%. Hər iki tərəfdə 24-lər var. Neynədir? Getdi. Bundan 2 dənədir. Deməli, onun nəyə alınır? Kvadratı bərabərdir %64-ə. Kvadratı %64-dürsə, özü 10-8-dir. Birdən nə çıxmışam ki 10-8? 0-2 çıxmışam. 100-də atdım, bura neçə elədi? 20%. Bu ilə qutardı mı? Yox. Mən başa düşdüm ki, hər dəfə nə qədər götürmüşəm? 20% götürmüşəm. Amma məndən faizi istəmir. Soruşur oradakı su nə qədər olub orada? Hər dəfə götürdüyüm qədər qaytardığım nədir? Eynidir və hər dəfə də mən 20%-ni götürmüşəm. Nəyin 20%-ni götürmüşəm? 24 litri. Nə edirəm? 24-ün 20%-ni tapıram. Deməli, hər dəfə 4-8 götürmüşəm. Bax, bu məsələni həll elədik. Şimdi bilməm nə dərəcədə həll edə bilmişsiniz. Ancaq kifayət qədər elegant həll olundu. Bu da oldu 83. Və davam edirik geriyə doğru. Oxşardır, oxşar deyil. Fərq eləməz. 82. Deməli, birinci qabımız var. 80 litrdir. 30%'dir. İkinci qabımız var. 30 litrdir. 40%'dir. Birinci qabdakının 25%'ni ikinci qaba töksək.
Uşaqlar, biz dərk eləməliyik ki, buradan 25% nə qədər eləyir? 80-in 25% 20 litr eləyir. Yəni biz buradan məhlulun hissəsini götürürsənsə, məhlulda heç bir faiz dəyişikliyi olmur. Yəni mən buradan 20 litr götürmüşəmsə, bu qaba əlavə eləmişəmsə, bu qaba nə əlavə eləmişəm? 20 litr neçə faizdir? 30%. Yenə də bayaqki o araq nümunəsinə gəldik. Rumkaya süzdüyün də araqdır, burada qalan da araqdır. Bunun 25%-in bura əlavə eləyəndə onun faizi nə eləmir? Dəyişmir. Deməli 20 litr 30%-lini bunun üzərinə gəlirik. 30 litr 40%-nin üzərinə. Və soruşurlar ki, neçə faizlə duz məhlulu alına? Qarışım üçün hazır düsturumuz var da. M1 omega 1, M2 omega 2 böl M1 üstəgəl M2. 20 litr neçə faizlidir? 30. 20 vur 30. Sonra 30 litr 40%'dir. 30 vur 40. Bu M1'lər kütlədir. Burada da litrləri toplayırsan. 20 ilə 30'u. Bu eləyir 600. Bu eləyir 1200. 1800 böl 50. Cavab 36%. Ümid edirəm ki, razıyıq. Bir dənə də oxşar var. Gəlin onu da deyək. 81. Bəlkə öyrəşdik. Deməli 25 litr 20%'dir. 40 litr 50%'dir. İki qarışım var. Birinci qabdakının 40%'ini ikinci qaba tökdük. Bax, birinci qabdan 40%'ini götürdük. Birinci qabda 25 litr var. Bu 25 litrin 40%'i 10 litr eləyir. Yəni bunun üstünə 10 litr gəlirəm, amma neçə faizdir? 20%. Faiz dəyişmir. Hissəsini götürəndə. Bu ikisini indi qarışdırıram. Deməli 10 litr 20% ilə bunu qarışdırıram. İkisini qarışdırıramsa, yenə də qarışım üçün yekun düstur. İndi bu düsturu dəfələrlə yazırıq ki, axır əvvəl beynimizdə hopsun. Birincidən 40 litrdir, daha sonra 10 litrdir 20%'dir. 10 vur 20 üstə gəl. İkinci 40 litrdə 50%'dir. Böl 10 üstə gəl 40. Bu elədir 200. Bu elədir. Nə qədərdir bu? 2000. Bu da elədir 50. 44%. Ümid edirəm ki, aydın. Yaxşı. Bu da aydındırsa uşaqlar. Keçək 80'ə. Bunlar hamısını silirəm. Yenə də qaranlıq qalan hissəni deyə bilərsiniz. Sualların da izahlarından istifadə edin. Ayın 28'i olacaq sınavımız. Üçün hazır olun. Bəli, yalnız keçdiyimiz. 80. Deyir ki, A litr 10%'li duz məhlulu, A litr 10%'li duz məhlulu, B litr 90%'li duz məhlulu qarışdıranda faiz göstəriciləri, bunların yekun faiz göstəricisi olur 50%. 50%, 40%. A plus B cəminin ən kiçik qiyməti. Tələbə deyir ki, 2 dənə maddəni qarışdırırsansa, fikirlər buradadırsa, yekun omega necə olmalı idi? M1 omega 1 üstə gəl M2 omega 2 böl M1 üstə gəl M2. Qoyaq hər şey yerinə. Omegamız olacaq yekun 40. Birinci A litrdə 10%'dir. A vur 10. İkinci B litrdə 90%'dir. B vur 90. Böl A üstə gəl B. Orada M ilə B hansıdır? Omegalar faizlərdir. Bu M-lərin də yerinə nələri qoyuruq? Litrləri. Elə? İndi bunu bu tərəfə atdıq. 40 dənə A, üstə gəl 40 dənə B.
bərabərdir 10 dənə A, üstə gəl 90 dənə B. Aha. Bunu bura atdıq. Aha. 30A üstə gəl. Bunu da bura atdıq. 50B. Onu ixtisar eləyə bilərik. 3A 5B idi. A ilə B natural ədədlərdir. Ən aşağı deməli A 5-dir. Yəni 3 vur 5, 5 vur 3-ə bərabərdir də. Ən aşağı A 5-dir. B də 3-dür. Yəni bunları toplasaq ən aşağı qiymət 8-dir. Və salam. 79. Bu neçədir? 80. Aha. 79. A 20 litr 20%'dir. Oxşar sual olsa da yazıram. B litr neçə faizdir? 90%'dir. İki məhlulu qarışdırırıq. Alınan yeni məhluldakı faiz göstəricisi 50% eləyir. Yenə də A plus B-nin ən kiçik qiymətini istəyir. Eyni qayda. Omeganın yerinə yazıram. 50. A vur 20, üstə gəl B vur 90, böl A üstə gəl B. Bunu bura atırıq. 50A, 50B, 20A, 90B. Bunu bura ataq, bunu bura ataq. 30A bərabərdir 40B, sıfırlar geçsin. 3A, burada 20A. Onda belə çıxdı ki, A neçədir? Ən aşağı 4, B də 3'dür. Aha. Yenə də etiraz edə bilərsiniz, başa düşməyə. Buradan A üstə gəl B-ni atıram. İndi baxaq, A üstə gəl B-ni attım bura. 50'ni vurdum A-ya, 50A. 50'ni vurdum B-yə, 50B. 20A-nı atıram bura. 50A-dan 20A. 30A. 50B-ni atıram bura. 40B-dən 50B-ni çıxıram. 40B. 30A, 40B. Ona ixtisar yedirdik istə. Sıfırları apardıq. 7. Ən kiçik qiymətə düşürük. Naturallıq prinsipini qoruyuruq. Keçdik. Üzü aşağı. 78. Yəni tələbələr deyir ki, çox çətindir. Biz də göstərək ki, nə qədər çətindir. Mətbəədə çap olunmalı kitabların həcmi 50% artır. İşin təyin olmuş vaxta bitməsi üçün işçilərin əmək məhsuldarlığı 20% artırılsa, yeni işçilər də götürülməlidirsə, işçilərin sayını neçə faiz artırmaq lazımdır? Əgər eyni vaxta yerinə yetirmək istəyiriksə. Uşaqlar, bunun üçün belə bir faktı başa düşmək lazımdır. İşin həcmi nədən asılıdır? Elə birbaşa bərabərlik yazaq, düstur kimi. İşin həcmi asılıdır. Əmək məhsuldarlığı, vur işçi sayı, vur zaman. İşin həcmi bunlardan asılıdır. Bizə deyiblər ki, çap olunması kitabları 50% artırdıq. Yəni işimizin həcmini 50% artırdıq. Onda işin həcmini vurduq. 50% artırmaq nə deməkdir? 1 üstə gəl 50 bölü 100'ə vurduq. Yadınızdadırsa, faizlə artırırsınızsa, 1 üstə gəl P bölü 100'ə vurursunuz. Azaldırsınızsa, 1 çıx P bölü 100'ə vurursunuz. İşin həcmini 50% artırdıq. Əmək məhsuldarlığını 20% artırdıq. İşçilərin sayını soruşur, neçə faiz artırmaq lazımdır, bunu bilmirəm. Eyni vaxtda iş bitsin. Yəni buradakı zaman nədirsə, buradakı zamanda eyni olmalı. Dediklərini yazdım. Bilirəm ki, bu işin həcmi bu üçünün elə hasili idi də. Yəni işin həcmini bu üçü ilə neynədim? İxtisar elədim. Nə qaldı məndə? 1/5 bərabərdir. 1/2 vur. 1 üstə gəl P bölü 100. Bunu bu tərəfə attım. 1/5'i 1/2'ye böləndə elədi 15 bölü 12, 5 bölü 4, 1 tam %25. 1 üstə gəl P bölü 100. 1 atdıq bura. 0,25 bərabərdir P bölü 100. 100'ü atdıq bura. Onda P bərabərdir 0,25'i 100'ə vurduq. 25%.
Keçdi. Bu da oldu 78. Növbəti 77. Şabalıq söhbəti. Həll edirik. Ümid edirəm ki, yorulmadınız. Şabalığın kütləsinin 20%-ni, fındığınsa kütləsinin 10%-i qabıqdır. Deməli, şabalıqda 20% qabığa gedir. Onda yerdə qalan 80%-i onun xalis çəkisidir, lətidir. Ləti yazaq. Belə bir söz var, içərisi. İndi bilməm, Azərbaycan qaşıyan oturur, yoxsa yox. Hə, şabalıq yazmışam. Aha, deməli. Sonra nə var orada? Fındıq da var. Fındıq nə qədədir? 10%-i qabıqdır. Yerdə qalan 90%-i nəymiş? Lət deyək. Əsas hissəsi. İndi Bir də izah edərək söyləyirəm. Şərtdə deyirlər ki, şabalığın 20%-i qabıqdır. Onda yerdə qalan 80% də içərisində. Elə deyil. Təmizləyirsən şabalığı, qabığını tullayırsan 20%. 80% onda qalır nə? O şərt. 80% için 90%'dir. Fındıqda isə 10% qabıqdır şərtə görə. Şərt deyib ki, 10% qabıqdır. Onda belə çıxır ki, 90% də içərisidir. Aha. İndi 1 kiloqramının qiyməti 8 manatdan olan 30 kiloqram şabalıd almışıq. 8 manatdan 30 kiloqram şabalıd almışıq. 30 kiloqram şabalıd almışsan 8 manatdan, deməli nə qədər pul xərcləmirsən? 240 manat pul xərclədi. Qabıqlı şabalıddan söhbət gedir. 1 kiloqramının da qiyməti 9 manat olan 40 kiloqramda fındıq alınır. 40-ı da vurursan 9-dan 360 manat da belə xərclədi. Ümumi xərcin 600 manatdır. Bu qədər pul xərcləmirsən. A. Və qabığından ayırıb qarışdırmışıq. Şabalıdla fındığı qarışdırıblar. Bilməm niyə. Qabığından ayırmışıq. Qabığından ayıranda nədir? 30 kiloqram şabalıdın qabığı nə qədər idi? 20%. O qabığını ayırdısa o 20'si getdi, qaldı bunun neçə faizi? 80%. Yəni 24 kiloqram şabalıq qalır. Fındıqda da 10% qabıqdır. 90% də onun lət hissəsidir, belə deyək. 36 kiloqramda fındıq qalır. Bunları qarışdırsaq 60 kiloqram nə qalır? Fındıq və şabalıq qarışığı. Eləmi? 60 kiloqram fındıq və şabalıq qarışığı. İndi nə edirik? Bizə deyirlər ki, qarışığı neçədən satmaq lazımdır ki, 20% qazanc əldə edək. Nə qədər pul xərcləmişik? 600. 20% qazanc əldə edəcəmsə, bunun 20%-i 120 manat edir. 120 manat qazanmalıyamsa, 600-dən almışam, 720-yə nə etməliyəm? Satmalıyam. Nə qədər məhsulum var? 60 kiloqram. Bu 720-ni bölürəm nəyə? 60-a ki, görüm kilosu neçədən gələcək mənə? Kilosu gələcək 12 manat. Qiymətləri fərqlidir. Deyir, təmizləyib qarışdırmışıq. Yeni bir qarışım almışıq. O qarışımın kilosunu neçədən satmalıyıq? Qarışdırmağı mən qarışdırmadım. Şərt qarışdırdım. Şərt deyir ki, şərt nə? Deyir ki, fındıqla şabalıdı qarışdır. Və xatırladıram ki, sualların hamısı praktik suallardır. Yəni, həyatda sizin qarşınıza çıxa bilir. Bəli. Yekunda nə? Pul eyni deyil. 8 manatdan da aldıq, 9 manatdan aldıq. Bunları ayrı-ayrı almışıq. Amma sonra təmizləyib, qarışdırmışıq, marketing gediş edirik də ki, satışı neyini artıraq? Əslində qozla fındığı qarışdırırlar. Ancaq bunlar şabalıqla qarışdırırlar, heç olmaz. Siz tərəfdə. Aha. Yaxşı.
Birini də bir dəfə də həll eləyək. 76 da bax, eynidir. Şabalıq 30% qabıqdır. Onda belə çıxır ki, 70% də bunun iç hissəsidir. Fındığın 40% qabıqdır. Onda belə çıxır ki, 60% lətdir. Bu siz tərəfdə satılan ucuzdur. Bunun qabığı çoxdur. Aha. Baxır arada qabıq çoxdur da. İndi nə istəyiblər? Deyiblər ki, kiloqramı görsən ucuzlaşdırdılar. Şabalıdı 5 manatdan almışıq. Neçə kilo almışıq? 30 kilo şabalıd almışıq 5 manatdan. 150 manat şabalıda xərcləmişik. Və 6 manatdan da 25 kilo fındıq almışıq. Bu da elədi 150 manat. Ümrükdə 300 manat pul xərcləmiş. İndi nə istəyir bizdən? Bundan sonra bunları qabıqdan ayırıb qarışdırmışıq. Qabıqdan ayırıb qarışdırmışıq. Şabalıq 30 kiloqram idi, 30% qabıq idi. Yerdə qalan 70%-ni tapıram. 21 kiloqram qabıqsız şabalıq var. Fındıq 25 kiloqram idi, qabıqsız hissəsi 60%-dir. Bu deyir 15 kiloqram. Bunları toplayası olsaq 36 kiloqram şabalıd fındıq qarışığımız var. İndi deyir ki, nə qədər pul qazanmaq istəyirəm? Yenə də şərtə görə 20% qazanmaq istəyirəm. Nə qədər xərcləmişəm? 300 manat. 300-ün 20%-ni tapıram. Eləyir 60 manat qazanmalıyam. 300 idi, 60 qazanmalıyamsa 360-dan satmalıyam. Neçə kilodur? 36 kilodur. 360-ı bölürəm 36-ya neçə eləyir? 10. Ümid eləyək ki, bu da çatdı. Bu da oldu 76. Düşdü aşağı. 75. İndi bunu hamısını deməyəcəm, sözsüz ki, uşaqlar. Hissə isə hər qrupda müəyyən qədərini deyəcəm. Bir dənə qalır indi oturub onlar üzərində işləmək. 75. Turizm şirkəti müəyyən sayda turisti 60%-ni hava şarı ilə yuxarı buraxacaq. 45%-ni isə motosiklla gəzintiyə aparacaq. Bütün turistlərin ən azı bir bilet alıb. Yəni, elə turistlər var ki, az gözlük alıb, ikisinə də alıb. Eləsi var, birini alıb, amma alıblar hamı. 3 turist, hər ikisini alıb. Həm o tərəfə, həm bu tərəfə. Onda soruşurlar ki, turistlərin ümumi sayı nə qədədir? Tələbə deyir ki, bu turistlərin sayını bilmirəm. X. Ancaq bunun 60%-i, yəni 0.6x-i hava şarı ilə uçmağa gedir. 45% də motosiklla gəzintiyə gedib. 3 nəfər də ortaqdır. Onda tələbə başa düşür ki, bu hava şarı olsun, bu motosikl olsun, moto yazaq bura. 3 nəfər nədir? Ortaqdır. Hava şarının içində nə qədər adam yerləşməlidir? 0.6x. 3'ü buradadırsa, bura nə qədəsi qalır? 0.6x çıx 3. Motosiklin içində nə qədəsi yerləşməlidir? 0.45x. Onda 3'ü buradadırsa, burada 0.45x çıx 3'dür. Amma hamısı birlikdə bütün turistlər eləməlidir. Yəni 0.6x çıx 3. Sonra buradakı 3 və 0.45x çıx 3. Bunlar hamısı elə bütün turisti verməlidir. 3'ün biri 7 buradan. Bu nə qədər elədi? 1.105x çıx 3 bərabərdir x-a. X-i bura atdım, 3'ü bura atdım. 0.105x. Həlli ilə göstərirəm abi. Yəni bunu daha tez də yazmaq olardı. Amma həlli budur da. X buradan bərabərdir. 3'ü 0.5'ə böləndə 300 böl 5. 60 turist var. 60 turist var. Birini də yazıram, eynisidir. Məsələlərə bir daha təkrarlayıram. Evdə oturun, vaxt ayırın. Düşünün. Məsələ həll eləmək əsas işlərdən biridir. Əsas işlərdən biridir. Sözsüz ki, müəlliminiz də istəyir ki, çox oxusun,
çox öyrənsin, düzdür, tənbəllik eləyir. Ancaq həqiqətən də bilirəm ki, çox oxumaq, çox öyrənmək həddindən artıq böyük sizə gələcəkdə dəstək verəcək. Və görəcəksiniz ki, bütün rifahınız, həm maddi, həm mənəvi rifahınız düzəlir. 74. 74 deyir ki, turizm şirkətidir. Yenə də eyni sxemlə işləyək uşaqlar. 2 turist hər ikisinə gedib. Burada şardır. Burada da motodur. Motosikildir. Deməli, bütün turistlərin 70%-i 0.7x şara getməlidir. Bütün turistlərin 34%-i 0.34x da motosikla getməlidir. İndi fikirlər buradadırsa. İndi nə edirik İsmail? Deməli, 2 nəfər buradadırsa, şara getməli idi 0.7x, ikisi bura getdi, yerdə qaldı 0.7x çıx ikisi. O bir tərəfdə də eynis olur da. O bir tərəfdə də olur 0.34x çıx ikisi. Eləmi? Yenə də uşaqlar barmaq arası baxmayın. Keçən illəri bizdə belə bir Euler-Venn diaqramını 600'ü keçən ən azı 3 tələbəmiz düz yazmamışdı. Ən azı 3, bəlkə də çox. 600'ü keçən. Amma fakt son nəticəsi 600'ü keçmişdi. Yəni bir dənə boş-boş Euler-Venn diaqramına görə yəni burada plus minus 2'lərdə səhv eləmişdilər. 0.7x çıx 2, üstə gəl bu 2, üstə gəl bu 0.34 çıx 2, bu nə verməlidir? X-i. Bu 2'lər gedir. X-i bura atıram, bu 2'ni bura atıram. 0.7x'in üstünə 0.34x gələndə eləyir 1.4x. X da çıxanda qalır 0.4x bərabərdir 2. X da buradan bərabərdir 2'ni 0.4'ə böldük 50. Deməli 50 dənə bizə turistimiz var. Bir də izah elədik. Bizə deyiblər ki, bütün turistlərin 70%-i hava şarına gedir. Mən turisti bilmirəm də nə qədərdir. Onun neçə faizini tapdım? 70%. Elədir 0.7. 34%-i motosikla gedir. Yenə də bilmirəm nə qədərdir. Eyni qədərdir də. 34%-ni tapdım, elədir bu motosikla gedir. Şərtdə deyib ki, hər ikisinə birdən alan 2 nəfər var. Deməli, mən Euler-Venn diaqramımı çəkdim. Ortaya nə yazdım? 2. Eləmi? İndi fikir verin. 0.4'ə gəl çıxarıq. Bu 2. Bu şarın içində neçə nəfər olmalıdır? 0.7x. İkisi bura gedibsə, onda bu tərəfə nə qədəsi qalacaq? 0.7x çıx 2'si. Motosiklın içində 0.34x olmalıdır. İkisi bura gedibsə, bura olub 0.34 çıx x çıx 2. Amma hamısı birlikdə bütün turistləri verməlidir. Bunlar hamısı birlikdə bunu, üstə gəl bu, üstə gəl bu verməlidir bütün turisti. Tənliyimizi qurduq. İkilərimizi apardıq, aldıq bunu. İndi burada nəyə etiraz edirdi? 0.4'ə 4% kimi yazsaq da olur da. Ya da 4%. Yəni 4% 2'dirsə. Düzdür, bu məsələni bir daha təkrarlayıram. Çox tez də işləmək olar. Amma sual izahlı sualların içindədir. İzahat verərək işləmək lazım. Aha, keçdik növbətiyə. 0.4 hardan çıxdı uşaqlar? 0.7'nin üstünə 0.34 gələndə elədi 1.4. Burada da x-imiz var, bir dənə x-imiz. Onu da o tərəfə atanda 1.4'dən 1 çıxanda qaldı %4. Məsələn, mən bu məsələni saniyəyə də həll edə bilərəm. Biri 70%'dir, biri 34%'dir. Toplayanda eləyir 104%. 4% artıq var. Deməli 4% hər ikisinə yazandır. Həmin o 4% ortaqlar neçə nəfər idi? 2. Götürüb tənasüb quraram ki, 4%-ə neçə düşür? 100'ə x. X da buradan bərabərdir 50. Bunu belə, amma belə açıq suala belə yazsan, sən balığı kəsə bilərlər. Şardan çıxır. Nədir? Məsələn, burada tutaq ki, hərsiz yazanda 0 yazın. Hərsiz 0'dır. Buna da belə. Buna da bəli kəsə bilərlər. Ona görə də fikir verin, kifayət qədər səliqəli yazıb göstərirəm ki, necə yazılmalıdır ki, heç bir yazıdan sizdə səs tapmasınlar. Məsələn, bizim bir neçə il əvvəl 665 yığan, 666.5 yığan Qasımova Səma var idi. O riyaziyyatdan 100'dən 100 yığmışdı. Nöqtə qoymamışdı yazıda. Nöqtə qoymamışdı. Hamısını izahı ilə, falanla, sözlərlə doldurmuşdu oranı. Heç kimdə bir dənə də bal kəsə bilmədi ondan. Yəni, hansı yoxlama olur olsun,
Heç də kəsilmədi. Amma əfsuslar olsun ki, elə uşaqlar var ki, həlli bilir, götürür kifayət qədər qısa yazır, hardasa bal kəsirlər. Nöqtə belə qoymamışdı. İndi ümid edək ki, sizdə də elə olacaq. 73. İndi bunu məsələn, indi göstərim ki, mən uşaqlar heç bir izahsız belə sürətlə yaza bilərəm. Yəni izaha girmək istəmirəm, hə. Deyib P faizi ilə Q faizinin cəmi 0.7-dir. Necə yaza bilərəm? P üstə gəl Q 0.7-dirsə bu neçə faizdir? 70 faizdir. P ilə Q-nün fərqi 0.1-dir. Bu da neçə faizdir? 10 faizdir. Bunları toplasaq 2P neçədir? 80 P. P 40-dırsa Q 30-dur. Bizdən də P vur Q-nü istəyir. Eyni oxşarı 72-dir. Onu da deyirəm. Deyək 72-ni. Deməli, P faizi ilə Q faizinin cəmi. P faizi ilə 0.6-dır, yəni 60 faizdir. P faizi ilə Q faizinin fərqi 0.2-dir, yəni 20 faizdir. 2P 80-dir. P 40-dır. P 40-dırsa qoydum yerinə, Q də 20-dir. P vur Q 800. Bu yaza bilməyənlər üçün. Keçdik 71-ə. Buna indi ümid elə ki, bal kəsməzlər. Amma açıq sual kimi olsaydı, normalda gərək yazaydım bir x-dir. X-in P faizi necə tapırsan? X vur P bölü 100. O bunda da x vur Q bölü 100. Bunları toplayırsan olur x vur 60 bölü 100. Sonra x bölü 100'lərin hamısını ixtisar edirsən, gəlib çıxırsan buna. 71. Baxın, 2 qab var. Birinci qabda diaqramdan görürük ki, 90 qram duz var, 120 qram su var. İkinci qabda diaqramdan görürük ki, 90 qram duz var. Nə qədər su var? 180 qram su var. Burada deyir ki, qarışdırdıq bunları. Qarışdırdanda nə olacaq? 180 qram duz, 300 qram su oldu, eləmi? İndi soruşurlar ki, neçə faizli məhlul alındı? Məhlulun faizini necə tapırdıq? Həll olan böl məhlul vur 100. Həll olan duzdur. Məhlul bunların ikisi birlikdədir. 480'dir. Vur 100. Bu sıfırlar gedər. Bu ikisi də 6'ya ixtisar gedər. Burada 3. Burada nə? 8. Bu ilə bu ixtisar gedər 12 yarım. Vurduq 3'ə 37.5. Bəs olan. Keçək 70'i də deyək. Bu 71, bu 70. Deyim ki, çətin suallar deyil. Diaqramdır. Birincidə görürük ki, nə qədədir orada? 40 qram duzdur. 80 qram sudur. İkinci qabda 80 qram duzdur. 120 qram da sudur. Qarışdırdıq. Aldıq 120 qram duz. 200 qram su. Omega da bərabər olur duzu. Bölürəm hamısına. Vururam 100'ə. Sıfırlarımız getdi. 12 ilə 32 ixtisar gedir. Neçəyə? 4'ə. 3, 8. Yenə də 37.5. Və ki, uşaqlar siz deyirsiniz, müəllim, bunlar ölümcül. Bəli, çətin suallar var. Orada 83 nömrəli sual çətin idi. 84 nömrəli sual çətin idi. Başa düşürəm. Yəni, mən məsələn, elə olub 83'ü vermişəm. Saatlarla 600'dən yuxarı yığanlar fikirləşib tapa bilməyib. Ancaq bu tip məsələlər, bu 71'dir, 70'dir və ya 72'dir, 73'dir. Bunlar sadədir, bircə saniyəlik suallardır. Düşdük biraz da aşağı. 69. Deməli, qabımız var. Qablar. Birinci qab, ikinci qab, üçüncü qab. Və buradakı məhlulların miqdarı 80 bundadır, 70 bundadır, 50 bundadır. Bu 90 faizlidir, bu 30 faizlidir, bu da 30 faizlidir. Və soruşurlar ki, bunların üçünü də bir qaba yıxsaq, neçə faizli alınardır? Uşaqlar, sən birinci addımın nədir?
O 80-ın 90%-ni tap gör. Elə 72 qram duz. 70-in 30%-ni tap. 21 qram duz. 50-nin 30%-ni tap. 15 qram duz. Topla bunları. 36, 108. Oldu mu 108? Çox gözəl. 108 qram nəyimiz var bizim? Duzumuz var. Məhlulun faizi necə tapırlar? Duzu bölürlər ümumi məhlula. Bu ümumi nə qədər elədi burada? 200 vur. Neçə faizdə olur? Və sola. Eyni şeyi bu birisi ilə deyil. 68-də. də birinci qabdan 120 qramdır bütün məhlul 30%'dir. İkinci qab 70 qramdır 90%'dir. Üçüncü qab nə qədərdir orada? 110 qramdır. Neçə faizlidir? 60%'dir. Hə. Buradan da nə istəyir bizdən? Qarışdırıram. Birinci tapaq görək burada nə qədər duzları var bunların. Birincinin 36'sı var. İkincinin 63'ü var. Üçüncünün 66'sı var. Aha. Topladıq bunları. Nə qədər duz elədi burada? 99 üstə gəl 36, 135 qram. 135 qram duzumuz var. Necə tapıram faizini? 135'i bölürəm bütün məhlula. Bütün məhlul nə qədər eləyir orada? Məncə 300. Vur 100. Sıfırlar getdi. 135'i də 3'ə böləndə neçə eləyir? Bəlkə 45. Elə mi? 165 eləyir bu. Hə, bu 165 eləyirsə onda elədi. Hə. 55. Vəssalam. Buna da bir quş. Və növbəti izahları artıq növbəti videolarda verək. Keçək indi dərsimizin izahına. Dayandıraq.